Hər vaxtınız xeyir. Gəlin bir anlıq təsəvvür edək. Balıq dükanındasınız, hər tərəf rəngarəng balıqlarla doludur və siz hansını seçəcəyinizi bilmirsiniz. Bugün biz məhz bu çaşqınlığa son qoyub, sizi dəniz məhsulları üzrə arxayın bir alıcıya çevirəcəyik. Yəqin ki, bu mənzərə çoxumuza tanışdı. Buzun üzərində onlarla balıq növü. Hansı təzədir, hansını necə bişirmək lazımdır, heç narahat olmayın. Bugünün sonunda siz bu piştaxtaya tam fərqli bir gözlə baxacaqsınız. Yaxşı, hazırsınızsa başlayaq. Hər şeydən əvvəl öyrənməli olduğumuz bir şey var. Təzə balığı necə tanımaq olar? Bu, bütün sonraki addımların təməlidir. Bax, bu sizin gizli silahınız olacaq. 4 addımlıq sadə bir yoxlama. Birincisi, qoxusu. Təzə balıqdan dəniz mehi kimi yüngül bir qoxu gəlməlidir. Kəskin balıq qoxusu yox. İkincisi, gözləri. Canlı və parlaq olmalıdır, bulanıq yox. Üçüncüsü, qəlsəmələrini qaldırıb baxın. Sağlam, parlaq, qırmızı rəngdə olmalıdır. Və son olaraq, barmağınızla ətinə yüngülcə basın. Əgər dərhal əvvəlki vəziyyətinə qaydırsa, deməli, təzədir. Bu cədvələ baxın. Sanki iki fərqli dünyadır, deyilmi? Sol tərəfdə gördüyünüz o parlaq gözlər, canlı qəlsəmələr və bərk ət təzəliyin əlamətidir. Sağdakı bulanıq gözlər, bozarmış qəlsəmələr və kəskin qoxu isə məndən uzaq dur siqnalıdır. Fərq sözün əsl mənasında gecə ilə gündüz kimidir. Təzəliyi necə yoxlamağı artıq bildik. İndi isə keçirik ikinci ən vacib məsələyə. Dəniz məhsulları aləmində demək olar ki, hər şey müəyyən edən bir qayda var, balığın yağlı və ya yağsız olması. Bəli, bu qədər bəsitdir. Bütün sir balığın yağı harada saxlamasındadır. Deməli, yağsız balıqlar yağı əsasən qaraciyərlərində toplayır, ona görə də ətləri daha zərif olur. Yağlı balıqlar isə yağı bütün bədənlərinə, əzələlərinə paylayır və bax bu kiçicik detal mətbəxdə hər şeyi dəyişir. Gəlin baxaq, fərq nə qədər böyükdür. Məsələn, kambala kimi yağsız balıqlar çox zərifdir və asanlıqla quruyur. Ona görə də onları poşlama kimi nəmli üsullarla bişirmək lazımdır. Amma qızıl balıq kimi yağlı balıqlar, onlar tamamilə başqa məsələdir. Onların öz yağı yüksək istiliyə qarşı bir qalxan rolunu oynayır. Qrilin istisi o yağı əridir və balıq sanki öz üzünü içərdən bişirir, nəmli saxlayır. Ona görə də unutmayın, hər balığın öz bişirmə üsulu var. Yaxşı, gəlin indi bu bilikləri mətbəxə daşıyaq. Niyə bu yağ məsələsi bişirmə üsulunu bu qədər qəti şəkildə diktə edir? Gəlin daha dərindən baxaq. Bu, əslində $1 milyon sualdır, hə? Yəni, nə fərqi var ki? Cavab əslində çox məntiqlidir və balığın istiliyə necə reaksiya verməsi ilə bağlıdır. Yağsız balıqların ən böyük düşməni nədir? Qurumaq. Çünki onları yüksək istidən qoruyacaq təbii yağları yoxdur. Bəs biz nə edirik? Ona kömək edirik. Nəmliyi qoruyan üsullar istifadə edirik. Məsələn, poşlama, yəni qaynar olmayan suda yavaş-yavaş bişirmə və ya buxarda hazırlama. Məqsədimiz o zərif əti qorumaqdır. Yağlı balıqlarda isə vəziyyət tam əksinədir. Onların bizim köməyimizə o qədər də ehtiyacı yoxdur. Çünki təbiət onlara öz daxili qoruyucu qalxanını verib. Yağ. Bu yağ yüksək istilikdə əriyərək balığı içərdən nəmli saxlayır. Buna görə də qril və ya sobada qızartmaq kimi quru istilik üsunları onların o zəngin dadını ortaya çıxarmaq üçün mükəmməldir. Yeri gəlmişkən bir vacib fərq də var. Balıq harada üzüb? Dənizdə, yoxsa göldə? Dəniz balıqları adətən daha duzlu, mineral bir dada malik olur. Bəs bəzən şirin su balıqlarından gələn o yüngül, torpaq dadı hardan qaynaqlanır? Bu, əslində balığın yaşadığı mühitdəki bəzi yosunların istehsal etdiyi geosmin adlı bir maddədir. Maraqlıdır, deyilmi? Hansını seçmək isə tamamilə sizin damaq zövqünüzdən asılıdır. İndiyə qədər balıqlardan danışdıq, amma dəniz dünyası təkcə üzgəclərdən ibarət deyil. Gəlin indi də satış piştaxtasının o biri tərəfinə, qabıqlıların sirli və ləzzətli aləminə baş vuraq. Qabıqlı dəniz məhsulu nədir? Tərif əslində çox sadədir. Əgər dənizdən gəlirsə, onurğası yoxdursa və sərt bir xarici qabığı varsa, çox güman ki, bu kateqoriyaya aiddir. Amma bu böyük ailənin öz içində iki əsas qrupu var ki, onları tanımaq işimizi çox asanlaşdıracaq. Və budur o iki qrup, xərçəng kimilər və yumşaq bədənlilər. Adları biraz çətin səslənə bilər, amma fərqləri çox sadədir. Sol tərəfdə gördüyünüz kimi, xərçəng kimilər sərt zirihli cəngavərlərə bənzəyir. Buğumlu ayaqları və sərt xarici skeletləri var.
Sağda isə adətən bir və ya iki qabıqla qorunan yumşaq bədənli molluskluklar var. Xərçəngkimləri tanımaq çox asandır. Onların sərt, sanki hissələrə bölünmüş qabıqları və buğumlu ayaqları olur. Düşünün, lobster, krevetka, xərçəng, hamısının quruluşu oxşardır, elə deyilmi? Onlar hamısı bu böyük ailədəndir. Yumşaq bədənlilər isə, deməli, biraz daha rəngarəng bir qrupdur. Amma narahat olmayın, onları da asanlıqla yadda saxlamaq üçün 3 yerə bölə bilərik. Birincisi, 2 qabığı olanlar, midya və istiridya kimi. İkincisi, tək bir qabığı olanlar, məsələn, dəniz qulağı və nəhayət üçüncüsü, heç bir xarici qabığı olmayanlar, hamımızın tanıdığı kalmar və osminoq kimi başayaqlılar. Artıq demək olar ki, bütün əsas bilgilərə sahibik. İndi siz balıq dükanına gedəndə özünüzü tamamilə fərqli hiss edəcəksiniz. Gəlin öyrəndiklərimizi qısaca bir xatırlayaq və döyüş planımızı hazırlayaq. Və gəldik ən vacib məqama. Bunu heç vaxt unutmayın. O xoşa gəlməz kəskin balıq qoxusu var ha, o təzəliyin yox, tam əksinə köhnəlmənin əlamətidir. Təzə balıq dəniz kimi qoxmalıdır. Vəssalam, bu bütün qaydaların ən əsasıdır. Beləliklə, sizin yeni dəniz məhsulları bələdçiniz hazırdır. 4 sadə addım. Birincisi, hisslərinizə güvənin və təzəliyi yoxlayın. İkincisi, balığın yağlı yoxsa yağsız olduğunu müəyyən edin. Üçüncüsü, balığı düzgün bişirmə üsulu ilə cütləşdirin. Və dördüncüsü, qabıqlıları tanıyın. Bu qədər sadə. İndiki bu biliklər sizin əlinizdədir, seçim imkanlarınız sonsuzdur. Artıq o piştaxta qorxulu deyil, əksinə bir macəra meydanıdır. Yaxşı deyin görək, növbəti dəfə bəlkə də həmişə maraqlandığınız, amma cəsarət etmədiyiniz o balığı və ya dəniz məhsulunu sınamağın vaxtı çatıb, seçim sizindir.